Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Mən istəyirəm ki, bugündən etibarən bu verilişi özüm aparım. Yox, zarafat edirəm. İnanırsınız, onlardan qabaq gəlmişəm ki, özümü sınayım, görüm mikrofon qarşısında necə səsim çıxacaq. Ümumiyyətlə, ekran qarşısında özümü necə apara bilərəm, yaxşı yoxsa yox. Hey, salam, John, necəsən? De görüm, Eliza hardadır, hə? Vay, yox, düz demirsən. Axı orada deyirlər ki, dublyajda mütləq texnika lazımdır. Görəsən, məndə o texnika var. Ay, gəlirlər. Kim? Rövşən əmi, Emin əmi, buradadılar. Bravo. Çok sağ olun. Salam Rövşən əmi, salam Emin əmi, hoş gelmişsiniz. Hoş gördük. Bağışlayın, sizden icazəsiz birinci studiyaya daxil oldum. İstədim ki, ekran qarşısında görüm necə görünürəm, mikrofon qarşısında necə görünürəm, necəydim. Əla. Səsimi yoxlamaq istirdim. İstirdim ki, böyüyəndə mən də dublyajla məşğul olum. Axı mən eşitdiyimə görə uşaqlıqdan öyrənmək lazımdır. Uşaq səslərdə sizə lazımdır, düzdür? Hə, elədir. Maşallah dil boğaza qoymursan. Çox istedadlısan. Çok sağ olun, çok sağ olun. Vallahi dublyajda elə aktyorlar var ki, 1000 dəfə ondan gözəl səsləndirərsən sən. Utandırdınız məni. Əsas odur ki, səndə cı yoxdur. Əslində var idi. Salam, necəsiz? Elə? Yox, zarafat edən. Məndə elə şey yoxdur. Mən anadan gəlmə cılsızam. Aferin sənə. Xoş gəlmisən. Çox sağ olun, xoş gününüzə gələk. Xoş gəlmisən, amma bizim bugünkü qonağımız əslində Rəhiməm olmalıdır. Əgər icazə versən, bizdən küsməsən, sən hələlik gedib otur, gözlə, bizə kənardan bax. Biz Rəhiməm ilə verilişimizi çəkək, söhbət eləyək, sən də ondan çox şey öyrənəcəksən. Doğrudan? Yaxşı, Özdə əslində. Rəhim əmi uşaqlara dərs keçir. Elə ona deyərik, xahiş eləyərik, sən onun yanına gedib başlayarsan öyrənməyə. Dublyajın sirlərini də öyrənərsən. Çox sağ olun. Əslində o məndən küsməsin. Mən ondan icazəsiz gəlmişəm. Yaxşı, qaçdım. Hələlik, görüşərik. Amma səs salma orada. Yox. Hələlik. Xoş gördük dostlar. Növbəti podkastımızdan sizi salamlayırıq. Bugünkü qonağımız çox enerjili, çox gözəl aktyorumuz, kukla teatrının aktyoru, cizgi filmlərinin, dublyajının, mən deyərdim, atası, uşaqların sevimlisi, elə bizim də sevimlimiz, çünki biz də kiminsə uşağıyıq. Rəhim Rəhimovdur. Xoş gəlmisən Rəhim. Rəhim, səni də ayrıca alqışlayırıq. Çox sağ olun. Xoş gününəcərik. Alqışlar. Çox xoş oldu burada olmaq. Sevinirəm burdayam. Verilişlərimizə baxıram. Hamısını izləmişəm birindən başqa. Onu da izləyəcəm. Nə çatır? Dedim bəlkə qonaqdan inciysən ona görə izləmirsən. Yox, birinə baxmamışam, amma hamısına baxmışam. Rəhim əmi, nə çatır, nə çatmır, nə əlavələrin var, nə istəklərin var bizim çək-çevirlə bağlı? Yox, əslində xoşuma gəlib. Səmimiyyət xoşuma gəlib. Hə, bax burada sən də səmimi ol. Zarafatlar xoşuma. Mən həmişə səmimiyəm. İstər ekran qarşısında, istər belə adi olanda fərq yoxdur görüşəndə. Həmişə səmimiyəm. Rəhim, həm kukla, həm də dublyaj aktyoru kimi tanınırsan. İkisi də kadr arxası işdir. Düşünmürsən ki, yəni sən səhnədə olsaydın, birbaşa səhnədə Canlı. performans göstərsəydin, efirlərdə aktyor kimi deməli siman görsənsəydi, daha çox irəli gedərdin, daha çox populyar olardın, sevimli olardın və dəyərlənərdin. Qəşəng sualdır. Belə deyək, əslində özümü heç vaxt canlı səhnədə hiss eləmirəm. İndi hal-hazırda. Yəni bəlkə bu ondan irəli gəlir ki, artıq uşaqlıq illərim bitdi, gəncliyə qədəm qoyanda mən kukla teatrına gəldim. 17 yaşım var idi kukla teatrına gələndə. Artıq 30 il olacaq ki, mən kukla teatrında çalışıram. Bəli. Yəni o vaxtdan gəldim və öyrəşdim deyə bilərəm, bəlkə ona görə o sənət artıq mənə daha doğma oldu. Yəni deməzdim ki, pərdə arxasında rahat yəni deyiləm.
çox rahatam və yaxud da canlı planda oynamaqdan biraz çəkinirəm. Yox, o çox rahat oluram onda. Çünki bizim teatrımızda canlı tamaşalarımız da var. Həm canlı, həm kukla, keçidlərlə. Mən canlı planda da oynayıram. O qədər olub ki, nağılçı oynamışam, nə bilim, çoban oynamışam, nə bilim, ilxıçı oynamışam, fərq eləməz, aşıq oynamışam. Yəni canlı planda da oynamışam, Çox amma gözəl, sonra bunu keçiddə. bilmirdim mən. Elə bildim ancaq kuklalar. Yox, orada keçidlərimiz də var. Ondan başqa elə olub ki, seriallar olub, çağırıblar seriallara falan. Bəlkə bu başqa sualdır, amma indi keçid eləyəcəm indi. Bağlıdır. Serialları da dəvət almışam, getmişəm. 3 serial. Reklama da çəkilmisən. Reklama Mən da Rəhimi görmüşəm, amma əslində emin demək istəyir, yəni daha çox faiz etibarilə Bəli, pərdə kadr arxasında olan adamam. Əslində o məni çox qane eləyir. Nəyə görə? Mən populyarlığı sevmirəm. Elə bil ki, bilmirəm nə üçün, özündən asılı deyil. Bu dublyaj aktyorlarının deyəsən hamısında var idi. Bilmirəm nə üçün. Yəni mən elə bilirəm ki, mən kimsə görüb nəsə göstərəndə ki, falan kəsdir, mən sıxılıram. Kompleks. Kompleks yaraşıram. Hə. Ona görə deyirəm nə yaxşı elə kukla teatrında olmuşam. Nə yaxşı ki, elə dublajdayam, səsim ancaq eşidilir. Amma biz necə nə xoşuma gəlir, səsdən də tanıyırlar. Səsdən də tanır. Bir-iki dəfə olub ki, mən mağazaya getmişəm. Salam, məsələn, bu neçədir falan. Siz o falan səsin sahibisiz. Cizgi filmlər, ən çox cizgi filmlər kimi tanıyırlar. ona görə səni mən məhz cizgi filmlərinin dublyajının atası kimi. Amma bu yaxınlarda bir nəfər mənə çəkib videorolik atmışdı ki, elə bil ki, bu serial gedirdi, Özbək serialı idi, səhv eləmirəmsə. Çəkib mənə atdılar ki, ayda elə bil ki, o oğlan özü danışır da. Mən də izləyirəm o serialı. Səs o Hə, qədər. orada bir biz həmkarıq orada. Hə. Səhv eləmirəmsə, Orada mən studiyada qarşılaşmamışam sizlə. Sən belə getsə deyəcəksən mən heç sizi tanımıram. Əslində özüm də təəccübləndim ki, görəsən doğrudan, yəni həmin səs o qədər oturub üstünə. Sonra fikirləşdim, yox, bu rejissorun seçimidir, səsi bölənində həqiqətən. Kimdir o Kimdirsə o rejissor? rejissor? Kimdir o Mən rejissor? ona Adını çək də. ayrıca təşəkkür Yox, edirəm. bax adını çəkmək lazımdır. Kadr arxası rejissor kimdir? Kim həvalə eləyib o rolu sənə? Əslən istəməzdim, o istəmir. Məncə ad çəkmir. O istəmir. İstəmir özü adı hallansın, məndən sağ tərəfdə əyləşib. İstəmir adı hallansın. Yəni belə bir Ümumiyyətlə bu rejissorların içində kim daha yaxşı rol bölə bilir? Çək adlarını. Bizim Valla bizim öz ailəmizdir də. Dublyaj rejissorlarının içində hərən öz adı var. Məsəl üçün mərhəmətli, qan içən. Yəni Mənim xəbərim yox idi ya bundan. İbrahim, bir nəfər var, demişəm ki, qan içəni deyib bəs sən qan içənsən. mərhəmətlidir. Qan içəni demə, mərhəmətlidir. Mərhəmətli Hüseyn. Hüseynlə qəşəng səs rejissoru əslində. Hüseyn də İslam da ondan çox qəşəng rahat yola getmək olur. Düz rejissor. So yerdə qalanlar, oy, Füsudi demək. 10 manat. Yaxşı ki 1 manatdır. 1 manatdır. Nə yaxşı. Aha, nəzərə al. Məsəl üçün Hüseyndir, Natiqdir, sonra Yox, bayaq sən dedin, o kifayətdir, biz bildik. Mərhəmətləri dedi İbrahim. Yəni biz öz payımızı götürdük də oradan. Yox, mən həmişə demişəm Ülviyə xanım var, rejissorum da, səs rejissoru. Tanıyırıq. Deyirəm ki, qan içənsən də. Adamın da suyunu çıxardır. Öyle Bəlkə səndə elə deyil. Emin. Məncə, bax bu hər dəfə toxunanda, mən aktyor olsam da gəlirik bu məqama toxunuruq. O suyunu çıxartmaqdır, qan içməkdir. Nəticədə Çox aktyorun möhtəşəm alınır. xeyrinədir. Əlbəttə. Aktyorun Sonra xeyrinədir. inansan O mükəmməllik xarakteri var insanda və istəyir ki, nəticədə ortaya çıxaracağı məhsul yaxşı olsun. Təbii ki. Hə, proses əziyyətli ola Yox, bilər, əlbəttə. amma nəticə gözəldir də. Güya biz özümüzə belə deyim də sıradan yanaşırıq oxuduğumuz, yaratdığımız obraza. Biz özümüz də seçiciyik. Biz özümüz də bu işdə vasvasıyıq. Mənə bir dənə icazə verin. Burdan Ülviyə xanım, digərlərinin də adını çəkim, Natiq, ondan sonra İslam. Yox. İslamla Hüseyni bildik. Onlar qonaq olanda onlar mülayimdirlər. Nəzakət, sonra kim qaldı qıraqda? Və keçmiş Ağa rejissorlarımız Malik. da var. Bəli. Ağa Malik, sağlı olsun qonağımız olanda nəyə görə bu insanı sıxırsınız deyərsiniz. Və bizim Sizin cavabınızı gözləyəcəm. Bizim deməli dublyajda istər səsləndirmədə, istər də rejissorluq baxımından öz sözünü demiş qocaman sənətkarımız Nəcibə Hüseynova. Hüseynova əlbəttə. Ki bu rejissorların ən alisidir.
Ülviyyənin yazdığı filmlər var idi, hansı ki, qoy onu da tərifləyim də, bir tərəfdə deyim. Sonra mən o filmə baxanda o qədər xoşuma gəldi, dedim ki, oku mənə kəs oradan at onu. O parçanı. Bir manat. Bugün ağ çörək gəlib bizə qonaq. Ağ çörək. Bugün buradan olmasa bir 20 manat Yaz ora, yaz dəftərə. Yaz dəftərə. Soğuk. O hissəni kəsib mənim üçün göndərirdi, paylaşırdım. O qədər mənə xoş olurdu da. Bəli. Paylaşanda belə, yəni qəşəng cavab sözlər eşidirdim. Belə. Təbii ki. Geri dönüşlər Hamısı Artıq qorxuram danışanda. yox, lazım deyil qorxmaq. Hamısı bizim canımızdır, hamısı bizim dostumuzdur və işlərinin peşəkarıdırlar. Əlbəttə. Təbii ki. Əlbəttə. Rəhim, bax dublaja gəlişimi mən şəxsən subyektiv fikrimi deyirəm. Uşaqlıqdan bu vərəqləri götürürdüm, qəzet olsun, bir obraz məsələn oxuyurdum. Hərənin bir dərdi var. Köpəyin dərdi itayət, canavarın dərdi təklik, mənim dərdim isə hamını başa düşmək. Nə yaxşı dedin, ağıllı tülkü, bizə bir məsləhət ver. Həyat dərsi keç. Bu cür intonasiyanla oxuya və mən gəldim, addımladım yavaş-yavaş dublaja. Səndə isə çox şaxəlidir. Həm kuklalar, kukla teatrı, həm də dublyaj. Yəqin ki, səndə də olub bu intonasiyanı oxumaq filan, nədənsə. Yəni keçid daha rahat olub demək istəyirsən? Yox, bilmək istəyirəm ki, yəni bu cür dublaja gələndə hansısa tekstləri ucadan intonasiyana oxumusan. Bəs kuklalarla necə olub? Bir kukla sevgisi var idi uşaqlıqdan. Yəni baxmada sən bir bəysən, kuklalarla oynayırdınmı uşaqlıqda? Heç vaxt ağlıma gəlməzdi kukla teatrına gələrəm. Heç vaxt. Düzdür, uşaqlardan aktyor olmaq istəmişəm uşaq vaxtından. Amma yəni kukla teatrına gəlmək yəni belə ağlımdan keçməzdi. İnstitutda oxuyurdum universitetdə, 1-ci kursdaydıq. Bələdiyyə teatrında Ələkbər Kazmovski Nadir Şah əsərini səhnələşdirirdi, Allah rəhmət eləsin. Mənə dedilər ki, orada tamaşaya kütləvi tamaşalara yarımçıq deməli qəpik. Kütləvi tamaşaya, kütləvi səhnələrə bizə lazımdır aktyorlar. Mən dedim ki, mən də biraz işləyən adamam da. Dedim mən istəyirəm, gedirəm. Getdim ora, rəhmətli Ələkbər müəllim gördü məni. Nə isə gördü məni. Danışdıq, bizə rollar verdi. Sən yaz ora. Yazıram. Bizə rollar verdi. Elə-belə balaca hissələrdə oynayırdım. Sonra dedilər ki, bir dənə belə bir əvvəldə böyük bir hissə var. Sofa xanım anamı oynayırdı, mən də Mürsəl Qulunu oynayırdım. Orada tamaşada oynadım. Sonra orada işləyə-işləyə bizdə universitetdə dedilər ki, kukla teatrına gənc kadrlar istəyirlər. Getdim özümü saldım ora. Dedim orada gedəcəm. Getdim, rəhmətli Rəhman Alizadə bizim baş rejissorumuz idi o vaxtı. 8 nəfər getmişik dəstə. Ki yeni aktyorlar istəyirlər də. Hamını danışdırdı, söhbət elədik. Mən oradan çıxanda gedə bilərsiniz dedim. Durduq indi belə gedirik də, suyumu süzlə. Bu zonalı mənə. Mən bəli Əlizadə Rəhman müəllim, o vaxt Rəhman müəllim deyir, sonra Əlizadə öyrəşdik. Biz Əlizadə deyirdik ona. Bəli Rəhman müəllim, sən sabah saat 2-də burada ol. Dedim, yaxşı gələrəm. Dedim, niyə görə tək mənə çağırdı. Gəldim elə həmən gündən, 97-ci ildən mən orada ştatla artıq aktyor ştatına daxil oldum və işləməyə başladım. Çox gözəl. Sonra isə dublaja necə gəldim? Yəni dublyaj da heç ağlıma gəlməzdi necə. Heç bilməzdim ki, dublyaj ümumiyyətlə sahəsi var, yoxsa yoxdur. Uşağam da. Deməli, tamaşalar oynayırıq. Artıq başlamışam, mənə də rollar verirlər. Demək olar ki, o vaxt başladım rollar. Yəni bir dəfə də epizod vermədilər mənə. Maşallah. Maşallah. Epizod vermədilər, ancaq baş rollar oynadım. Ona görə o vaxtdan o səs dəyişmələr məndə teatrdan başladı öyrənməyə. Ona görə məsəl üçün personajlar, it idi, oğlan, uşaq, yaşlı kişi, qoca. Ona görə mən o səsləri artıq orada öyrəndim. Sonra günlərin bir günü dedilər ki, arxa qapıda sizi gözləyirlər. Kimsə çağırır. Gəldim, bir hündür cavan oğlandı. Salam əleykum. Bəs bir ayda biz tamaşalara baxırıq. Yəni heç kimdən xəbərsiz. Sizi bəyənmişik. Bir proyektimiz var. Sizi ora dəvət eləyirik. Heç vaxt yəni elə bir şey ağlıma gəlməzdi. O vaxtda teatrda 6 şirvan belə deyirdik də. 6 şirvan maaş alırdıq. Deməli mən dedim ki, hə yaxşı. Gedək. Vay. Gedək. Ağır günlər olub. Bərəkətli. İnansız dedilər ki, gəlin gedək. Sözüm yadımdan çıxacaq. Rus dilində sonra deyəcəm. 6 şir var. Qiymətimizi yazacağam. Gəldi ora, danışdıq. Dedi ki, bəs sizə belə bir oldu. Yazan pozan. 2000-ci ildir artıq.
Yox, 2000 Yox, 2000 olmaz. Olar, 2000-ci il idi, hə. 2000-ci il idi. Yazan pozan belə gəlin uşaqlar verilişi. Dedim mən razıyam. Maskot kuklalardı, onun içinə girməlisiniz belə. Nə iş oldu razıydım da. Dedim razıyam. Eyni zaman Şirvan alanda razı olarsan da. yox, mən eyni zamanda onunla o həmin ərəfələrdə musiqili teatrda xorda çalışırdım. Axşamlar da oxuyurdum. Tenor səsim var idi. Orada həm də xorda oxuyurdum. Ondan da başqa Heydər Əliyev sarayında işıqda işləyirdim, puşka. Mən orada iştirak eləyəndə yaxınlaşmışdım. Hə, mən ona görə orada neçə yerdə har iş olurdu, gəlib işləyirdim. Bunlar da mənə bu təklif elədilər. Dedim ki, hə, yaxşı. Dedilər ki, bəs maaş nə olacaq? Dedim, valla siz nə təklif edirsiniz? Özümü sındırmıram da. 7 Şirvan. Yox, onlar qayıtdı ki, valla biz təklif eləyirik ki, $200 belə qorxa deyir. 200 dolar Mən nə də qədər eləyirdi? beynimdə hesabladım, bu elədi 96 Şirvan. Birdən-birə. 96 Şirvan. 96 Şirvan, o $200 dedi. İndi oldu bərəkət. Hə, mən dayandım. Dedim ki, bu başlanğıc üçün pis deyil. Aktyor da ölsə. O zaman biz razılaşdıq. Belə başladım orada işləməyə. Əla. Səsləndirmənlə deməli necə oldu? Biz onu çəkirdik, sonra onu səsləndirirdik üstünə, imitasiyanı elirdik. Bu da oldu dublyaj. Orada bəli, dublyaj keçid. kimi Artıq orada artıq mən öyrənmişdim. Belə deyək də. Çünki orada qıraqdan deyirdilər sözləri, biz hərəkətləri eləyirdik. Ondan sonra gəlirdik, otururduq həmin o sözləri onun üstünə səsləndirirdik. Bəli. Üstündən bir 7-8 ay keçdi. Zəng gəldi mənə ki, salam əleykum, Lider televiziyasındandır. Bəs filan kəsdə danışan, dedim, bəli, dedi, sizin veriliş gedir Lider TV-də. Veriliş Lider TV-də gedirdi. Səsiniz bizə uyğundur. Bəs bir dənə liderə yaxınlaşarsınız, dublyajla bağlı sizinlə danışmaq istəyirik. qapılar açıldı da. Hə, elə bil ki, oradan, qapılar mənə açıldı. Və mən bildiyimə görə sənin bu sahəyə, dublyaj sahəsinə gətirdiyin insanlar da var. Ona keçid eləyəcəyik. Ona keçid eləyəcəyik, ürəklə eləyəcəyik. Əslində yadımda yoxdur. Yadımda deyil. Belə bilirəm ki, bəli. Yəni yardımın da olub, ki, bəli. gedək. Deməli, gəldim Lider TV-yə. Birinci dedilər ki, keç mikrofon arxasına Şahzadə Starla və Daşlar hökmdarı. Birinci serialım olub, çizgi serialı. Sən yadındadır birincinə səsləndirmisən. Bəli. Nə? Qılınclar Şahzadəsi Hüsniyə xanım Mürvətova ilə salamlayıram Mənim onu yadımda burada. İkimiz səsləndirdik. 2000-ci il idi yadıma gəlir. Mən gəldim Ayrıs və TV. götürdüm mətni əlimə, başladım oxumağa. Dedilər ki, sən dublyajla məşğul olmusan. Dedim, yox. Mən anadan gəlmə istedadam. Dedi, bəs necə? Dedim, nə bilim, eşitdim, oxudum da. Odur budur, 2000-ci ildən həmən ərəfədə Klon serialı gedirdi, səsləndirməsi. Orada da səsləndirmisən. Yox, orada səsləndirməmişəm. Orada artıq səslər seçilmişdi. Bizdə orada mən görmüşdünüz yəqin Lider TV-də üz-üzə idi studiyalar. Bir-birimizi biri otaqda otururduq hamımız. O vaxt Nurəddin müəllim idi. Keçən dəfə sən onun adını hallandırmadın, mən deyim. Ola bilməz. Ola bilər ki, yəni ola bilər, fikir qarışır. Yox, bir şey var idi orada. Onu da sən deyərsən. Hə, deyərəm. Hə, deyərsən, problem yoxdur. Sonra Hacı müəllim İsmayılovla biz bir yerdə Marsupilami cizgi serialını səsləndirdik. Vahid Əliyev, Allah rəhmət eləsin. İşlədiyi filmin hamısı adı yadında qalıb. Nuriyə xanım Əhmədova, onunla bərabər biz cizgi serialı səsləndirmişik. Kamran İsrafilov, Allah rəhmət eləsin. Kamran bizim dostumuz. Allah rəhmət eləsin. Yəni və ondan sonra mən artıq orada işləməyə başladım. Ondan sonra İctimai Televiziya 2006-cı ildə bizi çağırdı. Ondan sonra belə gəldin və bu günə çıxdın bizlə birlikdə həmkar. Bəli, hə. Yəni biz səndən həmkarıq da. İndi keçək Eminin sualına. Sən ora gedəndən sonra necə ki qapılar açıldı, sənin də qapılar açdığın insanlar oldu dublaja. Mən əslində hər kəsə deyirəm ki, vasitəçi oldun. Öyrənmək istəyən olarsa, səs xoşuma gələrsə, həmişə deyirəm ki, bu səs xoşuma gəlir. Sadəcə üstündə işləmək lazımdır. Sonra bir cavan oğlan gəldi, İctimai Televiziyadaydıq. Bir cavan oğlan gəldi. Əslində həqiqətən deyirəm, mənim yadımda deyil o səhnə. Onu mənə sonradan danışdı ki, sən elədin. Dedilər ki, bəs belə bir oğlan var. Dedim, hə, gəlsin də. Gördüm, tanıdım onu. Çünki mən o Lider TV-də görmüşdüm. Kimdir? Gəldi, bir də serial var idi, deyəsən, səhv eləmirəmsə, o seriala.
Tutdu dedilər ki, oxu, tutdu vərəqə əlimdə, başladı belə əsməyə vərəq. Lap belə əsirdir əlində. Nəsə əsirdi də. Həyəcanlı oğlan. Çox həyəcan. Mən də elə həyəcanlı olmuşam, qəribədir. Mən də, yəni o dediyini deyirəm, amma mən yadımda deyil. Deyir ki, sən deyir tutdun əlimdən, dedin ki, ay sakitləş, rahat oxu da. Mən dedim, hə, belə başladı oxumağa. Yavaş-yavaş Deyəsən belə getsə borcları mən ödəyəcəm. Aha, 4, aha. belə başladı oxumağa və İbrahim sayırsan, artıq çay süfrəsinin sayır. pulu hazır. belə oxudu. Maşallah indi çox qəşəng aktyordur, çox qəşəng səslənir. Gəl açıqlamasını mən verim. Təvazökarlıq elədi. O Gəlin mən açıqlamasını verim. Elə olmayıb. O həmin adam mənəm. Amma Lider televiziyasına mənim yoldaşım Nəzakət, deməli orada artıq dublyaj eləyirdi. Bir yerdə gəlmişdi. Hə, bir yerdə gəlmişdi. Vüsal Xalıqoğlu da gəlmişdi. Onlar əvvəl idi. Deməli, ictimai televiziyada dublyaj açılanda, ictimai televiziya ümumiyyətlə təzə yaranmışdı. 2006-cı il. Hə, təzə yaranmışdı. O zaman Rəhim məsləhət görmüşdü, məni çağırmışdılar və həmin dediyi proseslər oradan başlanmışdı. Bəli. Eynən də Aynı Bakı filmə VVS idi deyəsən onda. Ora gələndə Nəcibə xanımla da bu barədə artıq söhbət gəldiniz edirdik, bizim demişik. mafiyaya. Bəli, gəldi. Bəli, o möhtəşəm mafiyanın Aynes mafiyası. Bəli, üzvü oldum və İnanırsınız? fəxr edirəm bu mafiyanın olmağımla bağlı. Rövşən də oradan qəşəng səsdir, bəyəndiyim səslərdəndir. Amma idealım var dublyajda. Yəni o səs olaraq idealım var mənə ki, o səs üçün mənim ürəyim gedir. O səsin vurğunuyam Elşən müəllim Rüstəmov. Bəli, Elşən müəllim Mən toxunulmazdır bu sahədə. o səsin vurğunuyam. Yəni onu həmişə deyirəm ki, o adama mən qibtə eləyirəm. Nəinki dublyajda ya səhnədə belə ona qibtə eləyirəm. Çünki mən həmişə tamaşalarına baxıram. Tamaşada 1 dəqiqə olsun boş dayanmır da Elşən. Hər tərəfli aktyor. Hə, 1 dəqiqə olsun boş dayanmır. Yəni tərəflidir. başqası oynayırsa, onun sözləri gedirsə, bu da o boş dayanmaz. Nəsə bir işlə məşğul olar. Mən Rəhimlə 10 ay yarımştat da olsa kukla teatrında da işləmişəm. Belə bir Hə, şey olur. düzdür. Yəni əslində tanışdığımız oradan başlayıb. Kukla- Əslində tanışdığımız O oradan kukla başlayıb. teatrında artıq sonradan gəldin sən işləməyə, yoxsa yox? Yo, birinci Əvvəl kurs idi. gəldin. 18 yaşımdamam, olmuşdu ya yox. Yəni Altı ay- kukla alt- oynatmısan evdə. 6 ay tamaşada da oynayır. Onda təcrübə Bir dənə- Atanı oynayıb, tamaşa- ləpələrin nağlında Bəli, oynayıb. bəli. Bəlkə birazdan bizdə o kuklalarla bir məşq eləyək, bizi yönləndirər Mən Rəhim. bir peşəkar kimi, Niyə deyə bilmirəm. Həyəcandan dilim dodağım əsdir. Bilmirsən ki, öz-özünə peşəkar deyərsən. Mən bir peşəkar kimi hazıram. Yaxşı. Nə zaman deyirsən? Emin də Rəhim- biz öyrədərik, heç nə olmaz. Hə, mən də çox istəyirəm bir məşq eləyim, məşq deyəcəm mən buna, çünki bu sahədə heç bir təcrübəm yoxdur. İnşallah. Rəhim, heç olub ki, kuklaların vasitəsilə hansısa bir söz olub ssenaridən kənar, hansısa bir ismarıç uşaqlara, cəmiyyətə onu gerçək həyatda deməmisən, çəkinmisən, amma kuklanın vasitəsilə demisən. Əslində olub. Amma yadımda deyil. Olub. Hətta efirdə də olub. Mən ictimai televiziyada biri varmış, biri yoxmuş layihəsi var idi. Orada Dəcəli canlandırırdım Aytəkin Nəsirova ilə. O verilişimiz də bizim hardasa bir 4 ilə yaxın, 5 ilə yaxın getdi ictimai televiziyada. Orada nəsə olmuşdu, bəli. Demişdim. Ümumiyyətlə mən bayaq dedin səhnə arxası, mən həm də uşaq verilişlərinin aparıcısı olmuşam. Bilirik. ARB televiziyasında RTV vaxtı var idi. Regionlarda biz gəzirdik Ay uşaqlar verilişi. Faiq Mirzə rejissoru idi. Hə, xatırlayıram. Bütün bölgələri biz gəzirdik, oranın uşaqlarını çəkirdik, oranla tanış olurduq. O uşaqlar bizi tanış eləyirdi belə. Sonra ictimai televiziya mən uşaq verilişində apardım. Sonra orada ictimai televiziya bu çərşənbələr yeri gəlmişkən üzümüzdə qarşıda Yunus bayramı gəlir, Bayramlarımız mübarək olsun. Çərşənbələri artıq başladım orada canlı efir verdilər mənə. Çox həyəcanlı idim. Canlı efir biraz çətin idi, amma maraqlı idi. Yəni onun da aparıcısı oldum. Sonra seriallar açılmışdı hər şey, amma Rəhim, deməli mən istəyirəm keçək biraz işlə bağlı söhbət edək. Keçək. Əgər icazə verirsənsə. əlbəttə Bəzən sosial şəbəkədə Rus bölməsi, Azərbaycan bölməsi belə bir fikir ayrılıqları, fikir toqquşmaları yaranır. Sizin teatrda da mən biləni Rus bölməsi var. Bəli. Kitab satışı ilə bağlı da bəzən deyirlər ki, Rus bölməsinin uşaqları daha çox kitab alır. Onlar daha çox alırlar. Nə bilim müştərilərimiz onlardır. Onlar daha çox kitab oxuyurlar. Sən teatrda işləyirsən. Yəqin ki, Azərbaycan dilində olan tamaşalar üstünlük təşkil eləyir. Bəli.
daha çox tamaşaçı, yəni zal hansında da olur? Azərbaycan dilində olan tamaşalarda ya rus dilində olan tamaşalarda? Mən illərlə həm rus bölməsində çalışmışam, həm Azərbaycan bölməsində. İki bölmənin ikisində də aktyor kimi çalışmışam. Və belə deyək, Azərbaycan bölməsində 3 tamaşa olur. 12-2-4. Rus bölməsində 1 tamaşa 18:00-da. 5-ci günlər 16:00-da, amma şənbə bazar günləri isə 18:00-da. Ki bu məntiqlidir. Bəli, çünki Azərbaycan tamaşaçısı daha çox idi, belə deyək. Bura Azərbaycan. Bəli, amma rus tamaşası da bir tamaşa olur, amma yenə də normaldır, kifayət qədər tamaşaçısı var. Deməli onda tamaşaçılarınız kifayət qədərdir. Tamaşaçılarınız Bəli, var. bəli, Və varımızdır. uşaqlar hələ də kukla teatrını, yəni sosial şəbəkə, telefon əsri, ili olduğu üçün soruşuram. Nəsil dəyişir Yeni də, nəsil bəli, hələ də gəlib nəsil tamaşaları dəyişir, bəli. sevirib Birisi baxırlar. necədir? O valideynlər onları gətirir ki, biraz bəlkə də fikirləşirlər ki, ayrılsınlar sosial şəbəkələrdən, telefonlardan, biraz ünsiyyətçil olsunlar. Və məsəl üçün son zamanlar görürsən ki, kurslar çox açılıb. Psixoloji kurslar, nə bilim, danışıqla bağlı kurslar, uşaqlara dəstək üçün, yəni sosiallaşmaq üçün. Çünki uşaq özünü ifadə edə bilmir, o qədər artıq telefona, oyunlara aid olur ki, O həm onun dostudur, anasıdır, Bəli, bəli. qardaşıdır. Soruşum. Əvvəllər biz məktəbdə oxuyanda, məktəbdən bizi teatrlara aparırdılar. Mənim yadımdadır. indi də var. İndi də var. Var. O bir ara qərar qəbul olunmuşdu ki, məktəblərdə Yox, məktəblərdə bilet satışı yoxdur. Qətit, o qadağandır. O vaxt var idi. Mən oxuyanda Hə, var idi. Biz satılırdı o vaxtı, bəli, yadıma gəlir. Biz hətta məktəblərə gedib tamaşalar da oynamışıq. O Bu təbliğat, təşviqat xarakterlidir. Sadəcə indi o, yəni o pul yığılmasınmı deyə nəsə valideynlərlə o söhbətlər var ki, hə, pul verilməsin nəyə görəsə, o bəlkə ona görə bilmirəm, yalan deyərəm. Amma indi valideyn məsəl üçün müəllim özü gətirir. Avtobus tuturlar, gəlirlər ki, hə, biz tamaşaya gəlmək istəyirik. Qabaqcadan biletlərini alırlar, maşın tuturlar, gəldilər. Sən necə düşünürsən? Səncə bu qərar düzgün qərardır? Məncə bir qırıqlıq deməzdim. Nədə Rövşən? məktəblərə bilet satışının qadağan olunması. Bilirsiniz necədir? Məktəblərdə qadağan Mən sizə deyim də, tamaşaya gəlib baxmaq düzdür, gözəldir, vizual olaraq bəli, səhnədir, işıqlardır, effektlərdir, bəli, o gözəldir. Amma elə uşaqlar var ki, uzaqda yaşayırlar. Məsələn, onlar da istəyir buna gəlməyi. Onlar gələ bilmirlərsə, biz gedək heç olmasa onları maarifləndirək. Ya da bunu təşkil eləmək lazım məktəblərdə. Məsələn, əvvəl necə idi? Qastrol səfərlərimiz olurdu bizim bölgələrimizə. O Yəni qədər buna olub icazə ki, yoxdur da. indi yoxdur, bəli. Əvvəl var idi. Məsəl İndi üçün sıfır vəziyyətdədir bu. qəti məktəbdə oynamaq Heç olmaz. ildə bir dəfə, iki dəfə də. Olmaz, xeyr. Bilet satışı Çox qadağandır. çox pis. Keçən dəfə bir nəfərlə söhbətimiz oldu. Elə İbrahim də iştirak edirdi o söhbətdə. Mən sosial şəbəkədə bu yaxınlarda bir hadisə ilə bağlı rəyləri oxuyurdum. Uşaqlar sosial şəbəkə əsridir, telefon əsridir, kompüter əsridir deyə yeni nəsil mədəniyyətdən, yəni bu barədə teatrdan uzaq düşdükləri üçün yenə deyirəm, bəzi valideynlər aparır, təşkil eləyir, sağ olsunlar. Amma bu kütləvi olmalıdır. Əlbəttə. Təbii ki. Bunun olması inan ki, onların dünya görüşündə, bəlkə elələrinin inanırsan xəbəri yoxdur ki, belə bir şey var. Düzdür. Mən əminəm ki, elələri də Xəbərsiz var. olanlar çoxdur. Yəni bu körpünü yaratmaq lazımdır ki, onların dünya görüşünə də təsir eləsin. Bu məsələdə bizim üzərimizə çox böyük, yəni ki, yük düşür. Yəni valideyn olaraq. Valideynlər və eyni zamanda da paralel məncə müəllimlərlə valideynlər burada bir əlaqəyə keçməlidirlər. Bu işi təşviq eləməlidirlər. Mən buna bilirsiniz nə tərəfdən baxıram. İndi hamımızın uşağı məktəbdə oxuyub, qəbul olub və ya indi də oxuyur. Məktəbdə razıyam, pul yığılmağa görə təşkil olunubsa düzgün arqumentdir. Amma yaxşı, bu yığılmır. Yəni teatrın biletinin qiyməti nə qədərdir? Hal-hazırda 5 manat. 5 manat. Yəni hamımızın uşağı oxuyur da, müəyyən bir tədbirlər, nəsə təşkil olunur valideynlər daxilində. Valideynlər təşkil edirlər və inan ki, onlar hansısa bir fast food yerlərində kifayət qədər Qat-qat o 5-in pul arxasına sıfır da xərcləyirlər. qoyulur və o pul verilir. Yəni bu 5 manatı ildə bir dəfə, iki dəfə Ona görə təşkil deyirəm edib ki, bir yerə eləmək lazımdır yığılmalıdırlar. Bu teatra getmə məsələsi həll olunmalıdır. Uşaqlar gedib teatra baxmalıdır, sosiallaşmalıdır. Əlbəttə bu insanın psixologiyasına çox gözəl oxumaqla təsir olmur. edir. Gözlə görməlisən. Yox, başqa Qulaqla şeylərdir. eşitməlisən. Və Oxumalıdır bu dərs. Təbii ki. yaddaşda daha çox qalır. Əlbəttə, Mən təhkil olunur. məktəb vaxtı gənc tamaşaçılar teatrına getməyim hələ də yadımdadır.
Məktəbdən aparıblar, hələ də yadımdadır. Məktəbdən, Bizim məktəbin akt zalında universitetdə. tamaşa oynanılıb, hələ də yadımdadır. Yadıma gəlir 88-ci ildə mən Sən neçə yaşın var ki? 88 nədir? mən artıq 88 məktəbdə oxuyurdun. Məktəbdə Dedim, biz oxuyurdum. işləyirdik. Məktəb vaxtı 88-ci danışır. ildə mən Lütfü Məmmədbəyim Xalq Teatrında tamaşa oynayırdım. Uşaq idim, 3-cü sinifdə oxuyurdum. O vaxtda bir diplom tamaşası var idi Mina xanım Bağırovanın, mənim nəğməkar bibim Əkrəm Əlislinin. Orada mən baş rol verdilər Sadıq rolunu. Laləzar xanım Mustafayeva, Pərviz müəllim Məmməd Rzayev. O vaxt mən uşaq idim, onlar böyük idi. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa onlar böyüyəcəm, mən də Həmkar onlarla olarsan, hə? həmkar olacağam. Yəni onda yadıma gəlir ki, o tamaşaya mən orada oynadığıma görə bütün məktəb bilet almışdı. Bütün məktəb və o tamaşaya gəlib baxmışdılar ki, bu zonadan belə bir bizim şagirdimiz orada tamaşa oynayacaq və bilirsiniz hardadır? O vaxtda Nə gözəl 26-lar təşəbbüs. sarayı idi da, 26-lar gedirdi sarayı. Orada bəs Rəhim orada çıxış eləyəcək. İndiyə qədər yadımdadır ki, bütün məktəb gəlmişdi. Sonra mən tamaşadan sonra bu zonaya gedəndə Ulduz çıxırdım ki, hə, ulduz olmuşdum. Bir günə ulduz Hamını məni tanıyırdı ki, bu oğlan orada oynamışdı. Yəni o vaxtda. Yəni buradan üzümüzü tuturuq valideynlərə və müəllimlərə. Bu ənənəni tez bir zamanda yenə gündəmə gətirin. Uşaqlarımıza mütləq sosiallaşmaq, canlı tamaşalara baxmaq lazımdır. Həyat texnologiyadan, telefondan ibarət deyil. Əlbəttə. Həm də yeməkdən ibarət deyin. Təbii ki, təbii ki. Rəhim, olub dublyaj vaxtı bir anlıq avtomatik olaraq əlində kukla hiss eləmsən və dublyajı belə elə bilirsən ki, əlində kukla var, səsləndirirsən. Yox, olmayıb. Mane olmur. Yəni İncəydin olub qapının arxasında sən birbaşa Dəlixan yapmışsan. mən məsələn, Yox, mən olmuyor. kukla teatrında işləməmişəm, düzdür. Amma mən dublyaj eləyəndə yəqin ki, kənardan məni Çəkmişəm də, eləmisən məndə və video hətta var. demirsən ki, ay Emil, sən nə edirsən orada? Əlimdə Çox kukla emosional olursan. olduğunu, hətta elə bilmişəm ki, həyatda danışıram, əl, qol. Deyirəm, yəni sən də birbaşa sənin işin kuklalar olduğuna görə hiss eləməmsən əlində Yox, kukla falan. mən tamam fərqli bu sahələrdə əslində belə deyə kukla mən artıq kukla teatrında o qədər belə deyə nə bilim bişmişəm deyim, yetişmişəm deyim. Yəni o qədər peşəkarlaşmışam ki, Təvazökarlıq eləmə həqiqətən sən bu işin peşəkarısan. mən artıq belə deyə kuklaını əlimə götürsəm, heç kuklaya baxmasam belə mən onu özüm idarə edə bilirəm. Yəni bilirəm ki, belə eləyəndə hara baxacaq, belə necə olacaq. Yəni o artıq mənim öyrəşdiyim bir şeydir. Yəni çox rahatam. Rəhim, çox istəyərdim ki, mən o kuklalardan istifadə eləyim. Madam ki, dublyaj studiyasında belə əl-qol atıram. Səncə alınar o əl hərəkətlərinə falan? Nə düşünürsən? Məncə alınmaz. Alınmaz. Sınaya. Amma sınamaq olar, bəli. Kuklaların burdadır da. Kuklalarım burdadır. Və mən bir də balaca belə Rövşənlə, İbrahim bəylə bu bir ssenari yazdıq. Əla. Dedik bir sınayaq, Rəhim də bir dəyərləndirsin. Bəlkə bizim balaca tamaşaçılarımız da olar, baxarlar ekran qarşısında olur da. Biz həm balacalar üçün, həm böyüklər üçün bu tamaşanı göstərə bilərik. Göstərək. Göstərək, baxın, Bəli. bəyənin, gedin, izləyin teatrda. Təbii ki, baş rolda Rəhimdir. Biz sadəcə olaraq belə deyək, məşq kimi özümüzü sınayacağıq əziz tamaşaçılar. Peşəkar deyilik bu işdə. Mən peşəkaram. Başlayaq. 2 ay təcrübəsi var, özünə peşəkar bayaqdan. 10 ay 100 dəfə peşəkar sözünü deyir. Yazılıb orada. Haydi, başlayaq. Başlayaq. Gecə yaman uzundu. Ac qarnından daha da uzun olur. Hamı məndən qorxur. Heç kim ac olduğumu soruşmur. Çünkü sen həmişə dişini qıcıyırsan. Seni belə görən insan da, heyvan da qorxur, sonra da qaçır. Çünki belə eləməsəm, məni diri-diri yeyərlər. Tülkü. Çoxlar elə bilir ki, güclü görünmək üçün qorxutmaq lazımdır. Amma əsl güc hisslərinə hakim olmaqdır. Sən ac qalıb yeməyə bir şey tapmayanda, onda halına baxarıq. O qədər ac qalmışam ki,
Amma səndən fərqli olaraq səbirli olmuşam. Necə deyirlər, səbr eləyən dərviş muradına ermiş. Bir dəqiqə. Düzdür, mən sahibimin əlindən yeyirəm. O mənim qayğıma qalır, amma azad deyiləm. Sənsə azadsan, canavar. Amma tək tənha, yalquzaq kimi gəzirsən. Düz deyirsən ay köpək. Tənhalıq cəzadır, cəza. Neynəmək olar? Hərənin bir dərdi var. Köpəyin dərdi itaət, canavarın dərdi təklik, mənim dərdimsə hamını başa düşmək. Nə yaxşı dedin a tülkü. Bizə bir məsləhət ver. Həyat dərsi keç. Həyat dərsi. Yaxşı, diqqətlə qulaq asın. Güc səni tək buraxır. İtaət səni susturur. Ağılsa səni yaşadır. Bir dəqiqə, düzdür, amma hər kəs öz payına düşəni yaşayır. Görəsən dəyişmək olar? Bəlkə də. Diş qıcamaqla həyatı cəhənnəmə çevirmişəm. Bilirsiniz, heç vaxt gec deyil. Hər şey öz əlimizdədir. Dəyişmək qorxulu deyil. Qorxulu olan dəyişməməkdir. Ay Rəhim qardaş, necədir? Məndən kuklaçı olar? Səs olaraq pis deyildi. Amma oyun baxımından əlin yadından çıxmışdı. Amma dublyajda həmişə əllə işləyirsən, burada kuklanı dayandın. Hətta mən sənə göz qaş verdim ki, tərpət. Nəzərə al ki, mən mənə dinlə. dostumuz Rövşən kimi nədir o? 10 ay yarımştat işləməyib. 10 ay yarımştat işləməmişəm. Birinci dəfədəki kuklanı əlimə götürürəm. Əlləri də belə qalmışdı, onu da keçirik. Ev tamaşaçılar mənim qeyri-peşəkarlığıma bağışlasın. Ya səs olaraq qəşəng səs idi. Türkiyə onsa səsdə sən mükəmməlsən. Yalan Mən nə deyim. 25 il əvvəl işləmişəm. Zarafat deyil. Mənim yadımdan çıxıb. Hər halda. Rövşənə Yəni özünü məndən Rövşəndə müqayisə də hiss eləmə. elədim ki, yadımdan çıxıb. Yəni düzünə deyəcəm də. Baxacağıq. Qoy tamaşaçılar özləri yazsın da. Qoy tamaşaçılar yazsın. Qoy yazsınlar. Yəni səs olaraq qəşəng səs idi, amma biraz dinamik deyildi. Çox belə dartdınız. Adam yatmaq, yuxu gəldi. Məncə orada o pis deyildi də. Gərək məşq eləyərdik çəkilişdən qabaq. Eybi yox, gələn dəfə nəzərə alaq. Buna baxmayaraq belə deyək də möhtəşəm idiniz və bir-iki verilişdə baxmışdım ki, siz qonaq gələndə əlinə baxırsınız ki, nə gətirmisən. Yox, qətiyyən. Hədiyyə söhbəti olmuşdu. Və mən bunu sizə hədiyyə gətirdim ki, Çayla çayla Sən içərsiniz. gərək gözləyərdin. Axırdakı cərimələr onsuz da bu şokoladın pulu eləyir. Buradan İbrahim, gedib oturarıq. Sən canını çağırdın. İbrahim buyur. Sənə çatacaq. Yaxşı Və söylədin. qəşəng tamaşa nümayiş elədiniz. Mən də sizə Çox sağ ol hədiyyə Rəhim. Çox sağ ol. Təbii Çox ki, zəhmət çəkmisən. təbii ki biz yəni illərimizi sərf eləməliydik sənin kimi. Bizim biraz taleyimiz, qismətimiz başqa cür olub. Şükür, Yenə də möhtəşəm, dəyər sağ ol. verdiyinə görə təşəkkür edirik. Səsin bir Nəzakət xanım rejissorumuz demişdi ki, yadımdadır, dublyaj sahəsində iki mədəni səs var. Biri Emin Nəsirlidir. Onu demişdi. Bir də Rəhim. Rəhim, deməli kukla teatr və dublyaj. Biz azdan çoxdan dublyajda, yəni neçə illərdir işləyirik, təcrübəmiz var. Orda rejissorların bizə tutduğu iradlar falan bunu bilirik. Bəs kukla teatrında necədir? Bax mən bayaq kuklanı götürdüm əlimə. Mən bilmədim harasından necə tutub onu oynadım. Sən də onu sezdin. Maraqlıdır. Hə? Sən də onu sezdin ki, yəni Emin sən düz onu oynatmadın. Əl, qol, ağız. Mən belə başa düşürəm ki, 1-2 il mən gəlməliyəm ki, sənin səviyyəvə olmasa da bir balaca yaxınlaşım. Orada rejissor sizdən nəyi tələb eləyir? Ağzını düzgün şəkildə artikulyasiyasını açmaq, sənin də diksiyavın təmiz olması, yoxsa hansısa əl hərəkətlərinin düzgün formada olması? Necə ki dublyajda texnika var, kukla teatrında da o kuklanın öz texnikası var.
Necə ki biz onu öyrənmişik. Belə deyək də, indi bəlkə də məndən inciyərlər, inciməsinlər. Mənim bəxtimə gözəl rejissorlar düşüb. Rəhman Əlizadə kimi, Sənətkar. Ələkbər Hüseynov kimi, sonra həmişə deyirəm ki, rus bölməsində də mən çox şey öyrənmişəm. Rus bölməsinin aktyorları çox güclü aktyorlar idi. Və hal-hazırda Abrasov teatrında Tanya Şemuleva və İsrafil Məmmədov Abrasov teatrına dəvət aldılar və neçə illərdir ki, Moskvada Abrasov teatrında çalışırlar. Biz Moskvada olanda hətta onlarla görüşmüşdük də. Allah can sağlıq versin, gözəl insanlardır. Texnika məncə. Bir də ki, bəli, mütləq rejissor o qıraqdan onsuz da o baxır. Biz özümüz ki görmürük. Burada nə var? Kukla teatrında güzgü önündə işləmək var. Güzgü önündə götürürsən, bizdə orada balaca zalımız var. Tamaşaya hazırlaşarkən. Məşq prosesində, tamaşaya başlayanda, məsəl üçün məşq prosesində biz güzgü qabağında kuklanın indi biz deyəndə təzə yeni gələn dostlar var ki, onlar mütləq onu eləyirlər. Güzgü qabağında kuklanın məsəl üçün başı necə gedə bilər, sağa gedəndə necə olacaq, sola gedəndə necə olacaq, ağızla necə açılacaq, əllər necə idarə olunacaq. Onu güzgü qarşısında məşq eləyəndə artıq onu tuturlar. 5-6 məşqdən sonra artıq bunu öyrənirsən və sonra yavaş-yavaş baxa-baxa işləyirsən. Bu təcrübədir. Necə ki, dediyim kimi dublyajda biz mütləq təcrübə lazımdır. Bu da təcrübədir. Bir neçə müddətdən sonra artıq öyrənirsən. Mənə qalanda isə mən artıq kuklanı götürdüm və idarə edirəm. Heç baxmasam belə bilirəm ki, o necə olacaq, belə deyək. Sən uşaqlarla daha çox işləyirsən, düzdür? Uşaqlar deyirlər ki, yox, yəni elədir, bizim gələcəyimizdir. Sən bizim gələcəyimizi necə görürsən? Uşaqlarla işləməyi də mən öyrənmişəm. Yəni elə belə gəlib kukla teatrında tamaşa göstərməklə uşaqlarla işləmək biraz fərqli şeydir. Mən teatra gələndə böyük sənətkarlar var idi teatrda. Çox böyük bir komandanın içinə gəlmişdim. Yəni qocaman aktyorlar idi. Təbii ki, orada mən teatrda çalışırdım kukla aktyoru kimi. Məni uşaqlarla işləməyə aparan, bunu mənə öyrədən Ələkbər Hüseynov, amma hamımızın dilində Ələkbər əmi. Ələkbər əmi. Allah rəhmət eləsin Allah Ələkbər rəhmət əmi. eləsin. Hamımızın sevimlisi. Ələkbər əmi ilə biz çox belə deyək də tamaşalarda çiyin-çinə çalışmışıq. Dəfələrlə də olub ki, bizim qastrol səfərlərimiz olub, məktəblərə falan. O vaxtı deyirəm var idi, amma indi yığışıb. Gedirdik, tamaşa göstərirdik. Ələkbərin tamaşası olanda, yəni bilet tapmaq mümkün değildi. Teatrda da tapmaq mümkün değildi, məktəblərdə də tapmaq mümkün değildi. Mənə uşaqlarla işləməyi, uşaqlarla rəftarı Ələkbər öyrətdi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Və bir dəfə heç yadımdan çıxmır. Bir getmişik məktəbdə. Dedi ki, yeni il gəlir. Şaxta baba lazımdır bizə. Mən orada uşaqlarla, Şaxta baba, qarqız falan, qarqız lazım. Əsas Şaxta babadır falan deyirəm ki, Şaxta babanı hardan tapacağıq da? Yəni mən gəlirəm kuklalarla oynayıram falan. Qayıtdı ki, axtarmaqla Şaxta baba sən. Deyirəm Ələkbər, nə danışırsan? Şaxta baba mən həmişə bilirəm ki, boyu hündür olur, nə bilim gəlir çomağına, hündür boy, ağappaq saçlar, nə bilim belə. Məndən Şaxta babalar 1.70, 1.69 boyum var. Olacaqsan. Dedim, amma mən ola bilmərəm. O məni məcbur elədi. Mənə paltar tikdirdi, Şaxta baba paltarı. Santa Claus. İlk Santa Claus yox, Şaxta baba. Santa Claus yox. Santa Şaxta Clauslar daha çox balaca olurlar. Amma bu Şaxta Kök baba olurlar. lazım. Santa Claus 100% çıxardı səndən. Kök deyildi O vaxt ki. Santa Claus O vaxt yox idi. 61 kilo indi kökəlmişdi. Şəklini göstərirəm sənə. Şaxta baba kimi mən paltar tikdirdim. Arığam, əynimdə paltar tökülür. Neynədim? İçinə qupqadan jilet tikdirdim uzun. Oldu belə qəşəng belə Əzəmətli. Əzəmətli. Belə Şaxta baba papağı hündür elədik. Boyu uzatmaq. Boyu uzatmaq üçün altdan ayaqqabını biraz hündür elədik. Belə mən Şaxta baba kimi ilk dəfə onunla çıxdım Şaxta baba obrazında. Ondan sonra qəşəng pul qazandım, belə deyək. Sonra müəyyən səbəblərdən oynamaq istəmədim. Yəni Şaxta baba kimi yeni il şənliklərdə. Yəni o vaxtdan mən uşaqlarla işləməyi öyrəndim.
və onun üçün deyirsən ki, dedim ki, uşaqlarla işləmək tamam fərqlidir. Bir var ki, səhnədən danışırıq, tamaşanı oynayır, bir var ki, uşaqların əhatəsində biraz çətindir. Uşaqlardan da çox valideynlərlə dil tapmaq çətin olur. Məsəl üçün mən indi hal-hazırda Azərbaycan Sənət Məktəbində müəllim kimi çalışıram. 15 tələbəm var. 4 yaşından 15 yaşına kimi. Aktyorluq dərsləri. Aktyorluq dərsi. Biz hər 4 aydan bir imtahan kimi bir tamaşa təhvil veririk. Artıq 3 ildir ki, mən orada çalışıram. Və balaca uşaqlar gəlir. O qədər maraqlı olur ki, onlarla tamaşa qurmaq. Mənə hərdən deyirlər ki, necə işləyirsən sən bunu? Necə hövsələn var? Elə ona görə cavan qalmısan, maşallah. Uşaqlarla işləyir. Rəhim, orada istedadlı uşaqlar var səsləndirmək üçün. Nümunə kimi gətirməmisən studiyada. Məhz o həmin o incəsənət məktəbindən. Bəli, oradan da var. Bizim mən əvvəldə Oyuq teatr studiyasında dərs deyirdim. Oradan da uşaqlarımız var ki, hal-hazırda uşaq vaxtı gətirmişdim. Yadınıza gəlirsə Maşanı səsləndirirdi. İndi artıq böyük obrazları səsləndirir. Məsəl üçün filmlərdə səsləndirir. Selcan adında qız İncəsənət Universitetində aktyorluq fakültəsində oxuyur. Müəllimi də mənim müəllimimdir. Təsadüflər Fərhad müəllim. Bəli. Yəni o uşaq baxıram ki, hərdən yəni geriyə nəzər salanda deyirəm o mənim tələbələrim. Böyük bir yol keçmiş. Bəli, artıq. Maşallah, maşallah. Amma belə başa düşdüm ki, Rəhim, bu danışdıqlarından sənə daha yaxın olan teatrdır və kuklalardır, düzdür? Dublyaj ikinci, üçüncü yoxsa? Çünki sən tamaşalara da Şaxta Baba kimi, sonra əyləncə deməli şoularda iştirak eləyirsən, bu Şaxta Baba, digər obrazlar, personajlar. Amma indi sırf mən teatrdayam. Yəni başqa deyim ki, başqa bir harasa bir xaltura deyək də, belə deyək, o qazanacaq harasa qaçmaq elə bir şey yoxdur. Çünki artıq biraz artıq yaş da bəlkə öz sözünü deyir. Mən artıq ancaq teatr və dublyaj sahəsində bir məktəbdə dərs deməklə məşğulam. Yəni başqa heç bir reklam səsləndirmə falan belə şeylər. Yəni amma birinci növbədə mənim üçün teatrdır. Çünki o vaxt rəhmətli Rəhman Əlizadə deyirdi ki, hara gedirsən get. İstəyirsən nə bilim 5000 versinlər sənə. Birinci teatrdır. Oranı saxla, sonra get. Bəs uşaqlarla işləyirsən. Bizim gələcəyimizi necə görürsən? Hə, o sual qalmışdı. Əsas sual. Əslində belə deyək də, biraz çətindir. Çünki fərqli düşüncəli uşaqlar var. Üzr istəyirəm Rəhim, bir qüvvət verim də. Bu artıq bir neçə nəsil uşaqlar görmüsən də sən. Neçə ildir? 30 ildir. Bəli. 10 ilə bölsək onu. Birinci 10 illik, ikinci 10 illik, üçüncü. Bu uşaqlar arasında nə fərq var? Birinci 10 illik daha yaxşı idi. Nə idi onları fərqləndirən? Çox saf uşaqlar idi. Nə bilim, düzdür, uşaqlar hamısı safdır, amma il-ildən baxırsınız ki, biraz daha bu telefonlar, bu ümumiyyətlə bu alın bu telefonları uşaqların əlindən. Uşaqlar biraz elə bil ki, dəyişirlər. Ən çox telefonlara, ən çox oyunlara, biraz həm də özü elə oyunlar oynayırlar ki, belə qorxulu falan belə şeylər də. Yəni baxırsan ki, gəlir tamaşaya yenə əlində telefon. Hə, heç olmasa orada bəlkə də bir 45 dəqiqə ayrılırlar telefondan heç olmasa. Yəni nə bilim, mənə gəlir ki, ilk 10 illik, bax nə deyirsən indi, bir Ələkbər əmi ilə işləyən dövrdə, ilk 10 illikdə, o vaxtda biz istedadlı uşaqları çıxardırdıq səhnəyə, oynayırdılar falan, belə şeylər var idi. İndikilər oynamır. İndikilər elə bir şey yoxdur əslində indi. Məsələn, o vaxt Ələkbər idi bunu eləyən. İndi elə bir bizdə yoxdur ki, hansısa bir şou eləyək, uşaqları çıxardaq. Bizim elə verilişlərimiz yoxdur. Təəssüf ki, verilişlər də yoxdur. Bu hələ tamaşadan danışır, teatrdan danışır. Rəhim, keçərəm indi mən verilişlərə də. Bu missiyanı öz üzərinə niyə götürmürsən ki? Əslində biraz çətin missiyadır. Bilmirsən ki, sən tamaşaçı yığa bilərsən, yığa bilməzsən. Bu tamaşa səni yəni kassaya pul gətirər, gətirməz. Biraz bu çətindir. Bu sual altındadır, belə deyək. Bəlkə də biz tamaşa vaxtı ünsiyyətdə olmuruq uşaqlarla. Ona görə onu biz görmürük. Məsəl üçün mən işlədiyim yerdə məktəbdə görürəm saf uşaqlar, təmiz uşaqlar var. Amma kütləvi deyil də, əvvəlki kimi. Bəs bir ismarcım var. Nə ismarcı ötürürsən buradan valideynlərə? Bu kütləvi hal alsın deyə. Çox istəyərdim ki, o uşaqların uşaqlığını əllərindən almasınlar. Yəni bəzən elə olur ki, həyətə düşməsin, belə bir şeylər var da. Həyətə düşməsin, futbol oynamasın, nə bilim, ora evdə otursun, biraz başa
başa düşürəm, qorxurlar ki, yıxılar, nəsə əzilər, amma Rafael bir dəfə demişdi ki, deyir, görün deyir, indi deyir, qolu sınıq uşaq görürsüz hardasa, yoxdur. Çox az. Çox azdır, amma onda o çox idi. Oynayırdılar, futbol oynayırdılar, yıxılırdı, əzilirdi, nə bilim. Hətta yadırğıyıblar, idmanda qaça bilmirlər. Qaçan kimi yıxılırlar. Bəli. Yəni 2 addım atar. Düzdür, idman növlərimiz var, hansı futbola yazılır, amma müəyyən bir hissə yazılır da. Çox az hissə yazılır, amma baxırsan ki, həyat uşaqla doludur. Həyəcan təbliğ çalmaq lazımdır. Yəni ancaq sosiallaşdırmaq lazımdır uşaqları, uşaq oyunlarına cəlb eləmək lazımdır. Yəni bu belə Canlı oyunlar. Rəhim, əgər televiziyada deyirsən ki, mən xəbərim yoxdur, uşaq verilişləri əgər belə azalıbsa, bəlkə kimi deyilsə. çox azalıb, yoxdur. Bununla bağlı televiziyalarla marağı yoxdur. Yəni sənin kimi peşəkar insanlara necə o vaxt müraciət eləyiblər, veriliş hazırlayıblar. Belə bir təklif var ya yox? Dəfələrlə istəmişəm belə bir layihələr, istəmişəm olsun uşaq verilişləri. Hətta təklif də eləmişəm bir-iki televiziya kanallarına. Nağıl artıq yoxdur, nağıl artıq bitib. Deyirdim, niyə yoxdur nağıl artıq? Valla, məsəl üçün biz ORT-də Rus kanalında Spakoy Noçi Mılışı o vaxtda bir veriliş var. Mən uşaqlığımdan ona baxıram, indi də gedir. Xryuşa var orada, nə bilim, ləğv olunmayıb, gedir. Onlar nağıl da danışırlar, cizgi filmi də göstərirlər. Niyə də olmasın? Rəhim, mən əslində tam bilmirdim əslində, yəni digər televiziyalarda vəziyyətin belə olduğunu, uşaq məzmunu ilə bağlı verilişlərin. Onda yenə deyirəm, axırda elə çıxır ki, həqiqətən də kimisə tamaşaçını uşağın valideynini qınamalı deyil. Yəni bilirsən necə? Elə təbliğat televiziyadan gəlməlidir. Elə bir qurumlar var ki, onlar hərəkətə keçməlidir ki. Sonra deyirik niyə uşaq başqa dildə danışır? O məcbur qalacaq 5 dənə fərqli rus dilində olan kanala baxacaq, türk dilində olan kanala baxacaq və ya ingilis dilində olan kanala baxacaq və beləliklə o uşaq 3-4 dilin cəmində görəcəksən ki, yarı qırıq Azərbaycanca danışır. Yəni başa düşürsən, bir dənə ayrı bir günəşlə də olmur da. Təbii ki, yox. Olmur. Təbii ki, çox keyfiyyətli, akademik səviyyədə bizə TV və yaxud da platforma kanalı lazımdır, cizgi film kanalları, bədii film. Biz bunu dəfələrlə vurğuluyuruq, bir daha. Yəni biz o tərəfdən deyirik, bu tərəfdə var. Bu da yoxdur. Əsas məsələ bizim uşaq dili itir, Rövşən. Bu həyəcan təbliğidir. Və eyni zamanda mən bunu hər podkastımızda vurğulayıram. Kinoteatrda animasiyalar gedir və bizim uşaqlar öz dilində, ya əyləncə mərkəzində molla gəlib əylənməyə, popkorn alıb bir filmə baxmaq istəyir də, amma o uşaq Azərbaycan dilində heç nəyə baxa bilmir. Bir veriliş var idi, üzr istəyirəm, Tutu və dostları. ANS televiziyasında gedirdi. Çox gözəl veriliş idi. Necə gözəl veriliş idi. Müasir kuklalar var idi. Həm də çox qəşəng idi. Xromakeydə çəkilirdi, səhv eləmirəmsə. Amma Rəhim deyim ki, sənə bu dövrlə də ayaqlaşır. O verilişi bu gün də gündəmə gətirsələr, partlayacaq. Yenə də o ayaqlaşır. Bəli, çünki kuklalar gözəl idi, rəngarəng idi. İndi bizim bir qonağımız da var əslində. O da burdadır. Balaca bir qızcığazdır. Sizin üçün həm də bir mahnı oxumaq istəyir. Deyir ki, mənim Rövşən, Emin və İbrahimə bir sürprizim var. Mən də dedim, mən bilmirəm, əgər icazə versəz təbii ki, oxuyacaq. Nə gözəl. Vaxtınız varsa. Rəhim deyim sənə ki, hələ bu vaxta qədər belə rəngarəng qonaqlarımız olmamışdı. Qonaqlarımız deyirəm ona görə ki, çünki sən tək gəlməmsən. Bəli, mən tək deyiləm, 5 nəfərik. Rəhim, var ol. Kukla teatrımızdan əski olma, ümumiyyətlə səhnəmizdən əski olma, dublajdan səsin əski olmasın. Var olasınız sizdə. Nə yaxşı ki gəldin və belə bir səmimi ortam oldu. Dedin ki, rəngarəng qonaqlarımız var. Gəl elə bu notlarda o rəngarəng qonağı da görək. Və əvvəldə nəsə sürpriz hazırlamısan. Mənim xəbərim yoxdur. Mənə maraqlıdır ki, nə sürprizdir sonluqda. Bununla da sağollaşaq. Sağ olun əziz tamaşaçılar. Gələn podkastda görüşmək ümidi ilə. Hoş gördük sizi, ey aziz tamaşaçı. Gelmişik çevire, üzü ağanlı açık.